Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün nektarin və şaftalı sortları haqqında növbəti videolarımız davam edir. Keçən dəfə mən sizə 5-in 3-ə əkim sxemi üzərində əkilmiş nektarin ağacları haqqında, nektarin bağı haqqında məlumat vermişdim. Bilirsiniz ki, dəyərli izləyicilər, əkim sxemləri müxtəlifdir. Bax, bu gördüyünüz bağ isə tel üzərində əkilmiş bağdır, dirək və tel üzərində əkilmiş bağdır. Bu əkim sxeminin nektarin və şaftalı sortları üçün üstünlükləri nələrdir? Niyə bu əkim sxemləri seçməliyik? 5-in 3-ə telsiz sxemdən üstünlükləri varmı? Varsa hansılardır? Bütün bunlar haqqında biz dəyərli bağbanımızla müsahibə alıb sizə məlumat verəcəyik. Salam, hər vaxtınız xeyir olsun. Bu əkim sxemi hansı əkim sxemidir və çeşid hansı çeşiddir? Bu barədə biraz məlumat verər zəhmət olmasa. Salam, hər vaxtınız xeyir. Əkim sxemi 4-ün 1.50-yədir. Kökaltısı Qarnemdir. Çeşid kimi də Galax yastı şaftalı var, bir də Imperium yastı şaftalımız var. Göründüyü kimi bəzi ağacların üstündə də meyvə yığıb qurtarmışıq, çoxdan Imperiumu. Tək-tük meyvə də qalıb. Bərkliyi də yaxşıdır, əladır. Yaxşı sortdur, Galax da yaxşı sortdur. Mənim bağımdakı, bu bağdakı sortlar 2 dənə çeşid, 2 dənə sortumuzdur. Galax yastı, bir də Imperium yastı sortu. Məhsuldarlığı da yaxşıdır, ikisi də yaxşı sortlar. Bir də bu bağ neçinci ilin bağıdır? Bu bağ 5-ci ilin, 5-ci inkişaf olub, 5-ci yarpaq olub, 5-ci ilin bağıdır. Bu əkim sxemi üzrə əkəndə ümumiyyətlə şaftalı və nektarin sortları neçə ildən məhsul verir? Ümumiyyətlə bu əkim sxeminin cüz'i də olsa telsiz sxemdən fərqli özəllikləri varmı? Özəllikləri var, əlbəttə ki var. Qələm ağac yaxşı boylu qələm olsa, 1-ci il əkilən. Yəni 1-ci ildə də tək-tük meyvə olur, yan budaqları olan qələmin üstündə. 2-ci il 5-in 3-ə əkilən bağa baxan biraz çox məhsul götürmək olur. Yəni məhsuldarlığı yaxşıdır. Bəzi bağbanların təcrübələrinə görə 50 tuna, 55 tuna yaxın məhsul götürənlər var. Tərifləyir, yaxşıdır. Bir də nektarin və şaftalı sortları üçün 5-in 3-ü əkim sxemini biz çəkdik. Bu hal-hazırda qeyd etdiyiniz 4-ün 1.50 əkim sxemidir və ümumiyyətlə digər hansı əkim sxemləri var bu çeşid meyvələr üçün? Əkim sxemləri bunlardan əlavə də var. 4-ün 2-yə var, 4-ün 2.50-yə var. Çoxdur. Bu tək liderdir. Onlarda 4-ün 2.50-yə əkilən bağlarda 3 dənə lider olur. 2 dənə lider olur. Əkim sxemləri var, çoxdur. Təşəkkür edirəm faydalı məlumatlar üçün. Bəli, dəyərli izləyicilər, videonu bəyənib paylaşmağı unutmayın, kanala abunə olmağı unutmayın. Növbəti videolarımız da çox maraqlı olacaq. Növbəti videolarda görüşənədək.